Bildiyiniz kimi, Əhl-i Beyt məktəbində bir neçə xanım var, onlardan biri də xanım Məsumədir. Hətta bəzi mənbələrdə Ərkan-ı Ərbəədəndir, yəni 4 sütun qadındandır. Həzrəti Xədicə, Həzrəti Fatimə-i Zəhra, Həzrəti Zeynəb və xanım Məsumə, salamullahi aleyhinnə. Ona görə ki, xanım Məsumə həmi imamlarımızın mübarək kəlamlarında çox yüksək fəzilət sahibi kimi göstərilmiş və hətta diqqət etdinizsə, bayaq 2 namaz arasında İmam Rıza əleyhissalamın o xanımı Məsumə adlandırması və onu ziyarət edənlərə cənnətin vacib edilməsi haqqında da bir hədis dedik, hansı ki bu hədis o xanımın kimliyini ortalığa qoymaqdadır. Xanım təkcə Əhl-i Beytə mənsub olması ilə deyil, həm də o Əhl-i Beyt məktəbində xüsusi ilə də hədis elmində müstəsna bir yerə sahib olan Əhl-i Beyt xanımlarındandır. Xanım bir neçə mühüm hədisin nəql edilməsində ciddi rol oynayıb. Çünki siz dövrün xarakteristikasına baxsanız, bilərsiniz ki, miladi tarixlə 9-cu əsrin əvvəlləri Abbasilər xilafətində Əhl-i Beytə qarşı münasibət necə idi? Belə bir halda Əhl-i Beytin fəzilət və üstünlüklərini bir sözlə dinin əsl təbliğini aparmaq müşkül bir məsələyə çevrilmişdi. Hətta Məsumə, yəni Fatimə, əsl adı Fatimədir, dedik ki, Məsumə ləqəbini ona İmam Rıza verib. Bəzən Məsum imamı əvəz edibdir. Bu sıradan bir məsələ deyil. Hədis mənbələrində o xanıma aid olan bir çox hədislərimiz var. Mən təbərrük üçün onlardan qeyd edim, sonra keçək əsas mövzumuza. Xanım buyurur ki, hər kəs ali Peyğəmbərin məhəbbəti ilə ölərsə, şəhid kimi ölmüşdür. Həmən o xanım Məsumədən nəql edilmiş bir hədisdir.